Çox təəccüblü oldu çünki hər şey çox tez baş verdi. Ümumiyyətlə, hər kəsin arzusu böyük klublarda oynamaqdır və Qarabağ da məhz həmin klublardan biridir. Ona görə də, yəni, necə deyim, çox düşünmədim qərar verməyimdə. İndi gəlmişəm bura və öz işimlə, öz oyunumla bunun qarşılığını verməyə çalışmalıyım. Transfer pəncərəsi açılan kimi təbii ki, orada bir yox, bir neçə təkliflər olur. Amma təbii ki, yəni, Qarabağ bu təkliflərə daha öndə gəlirdi. Yəni, bu mənim maraq göstərən klublar arasında daha çox sanki iştəkli görünən komanda məhz Qarabağ idi. Ona görə də yəni, seçimini bu yana Qarabağla yana elədim. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.